Əziz abituriyentlər, deməli Azərbaycan tarixində mövzu 1-i izahını vermişik sizlərə. Mövzu 1-də nədən danışır? Azərbaycanın 1917-ci il fevral inqilabından sonraki dövrü. Ola bilər, mövzu 71-ə qədər olan hissələr sizin yadınızdan çıxa bilər, unutqanlıq ola bilər. Siz bundan heç qorxmayın, siz bu bütün diqqətinizi bu mövzuya yönəldin, burada verdiyim izahlara yönəldin, həmçinin kitabdan öyrəndiklərinizi də üstünə gəlin. Sonra biz sürətlə təkrar edib o hissələrə gəlib, o hissələri yerinə təkrar edəcəyik. Yəni bu mövzunu öyrənmək üçün sadəcə bura odaqlanmanız lazımdır. Mən orada sizə lazım olan nə var, hamısının izahını verəcəm. Gəldik, ilk mövzu gəlir 1917 fevral inqilabı. Soruşa bilərsiniz, yadınızdan çıxıbsa deyirəm təkrar. Uşaqlar, 1917-ci il fevral inqilabı Rusiyada baş verib. Rusiya çox böyük, deməli, monarx hakimiyyəti idi. İmperiya idi, çox geniş əraziləri idarə edirdi Çar Rusiyası. Bu ərazilərin hamısı Çar Rusiyasından narazı idi, onun tərkibindən çıxmaq istəyirdi və beləliklə 1917-ci ildə Rusiyada inqilab oldu, yəni çevriliş oldu. Çar 2. Nikolay hakimiyyətdən imtina etdi. Nikolay getdi hakimiyyətə. İndi onun güllələnməsi, ölməsi falan sonraki prosesdir. Amma inqilabın əsas məqsədi nədir? Çar 2. Nikolayın hakimiyyətdən gitməsi və bununla da Rusiyada mütləqiyyət devrildi. Yəni Çarın mütləq hakimiyyətinə son qoyuldu ki, onsuz da 19-cu əsrin sonlarından insanların, bütün müstəmləkələrin hamısının əsas tələbi də bu idi. İndi Rusiya amma bunun Azərbaycana dəxli yoxdur. Bu bizim elədiyimiz bir şey deyil. Biz də həmən imperiyanın tərkibindəyik və orada zərər çəkən xalqlardan biri də bizik. Yəni biz bunu öz tariximizə bu formada öyrənirik. Və gəlirik məsələnin əsas hissəsinə. Deməli, inqilabdan sonra Rusiyada indi dərhal respublika qura bilmirlər, çətindir. O boyda tarixi monarxiya şərtdə spesifik tanış deyirlər. Müəyyən bir addımlar atmalıdırlar ki, bunlar istədikləri demokratik hakimiyyətdə qursunlar. Və beləliklə Rusiyada mart ayının 4-də müvəqqəti hökumət, mart ayının 6-da da Fəhri Deputatlar Soveti yaradılır. Rusiyada əhali iki qütbə bölür. Bir tərəf keçir müvəqqəti hökumətin tərəfinə, digərisi də keçir Fəhri Deputatlar Sovetinin tərəfinə. Fəhri Deputatlar Soveti istəyir ki, özləri gəlsin hakimiyyətə, müvəqqəti hökumət də istəyir. Gəldim nə hansı məsələ? İndi müvəqqəti hökumət cəmi mart ayından oktyabr ayına qədər hakimiyyətdə olur. İndi bu müddətdə onun gördüyü işləri var. Bax, indi bir dənə qısa formada onu öyrənəcək. Müvəqqəti hökumət, o qaldığı hakimiyyətdə olduğu 7-8 ay müddətində nə edirsə, indi onu öyrənəcək. Qısa, konkret öyrənəcək, onunla da yadımızda qalacaq. Müvəqqəti hökumət nə edir? Müvəqqəti hökumət deyir ki, biz Rusiya imperiyası parçalanıb, yeni hakimiyyət qurulacaq. Amma yeni hakimiyyət qurulana qədər biz elə edək ki, o köhnə imperiyanın ərazilərini itirməyək. Ta ki, bir Azərbaycan. Biz elə bir siyasət yürüdək ki, onlar müstəqil olmasınlar, özlərinə dövlət qurmasınlar. Biz yeni hökuməti quranda da onlar bizim tabeliyimizdə qalsınlar. Buna görə də müxtəlif yerlərdə öz hakimiyyətlərini qururlar. Bakıda nə qururlar uşaqlar? İTİQ. İTİQ nədir? İctimai Təşkilatların İcarə Komitəsi. Deməli, İTİQ-i kim yaradıb? Müvəqqəti hökumət. Nə vaxt yaradıb? 1917-ci il martında. İTİQ nə üçün yaradıldı? Bakını və onun qəzalarını idarə eləmək üçün ki, Bakı müstəqil olmasın. Çünki Bakıda müsavatçılar var idi. Onlar onsuz da yarandıqları gündən Bakını Azərbaycanı müstəqil etmək istəyirdilər, demokratik hakimiyyət qurmaq istəyirdilər və bu İTİQ buna qarşı çıxmaq istəyirdi. Sonra 1917 martın əvvəllərindən başlayaraq Rusiyada yaşayan bütün vətəndaşlar dini, milli, ayrı seçkini qadağan edən bəyannamə, yəni güya ki, onların könlünü almaq üçün dedi ki, sizə dini və ya milli zəmində heç bir ayrı seçkili etməyəcəyik, siyasi məhbuslara amnistiya verəcəyik. Siyasi məhbuslar bilirsiniz də nədir? Siyasi fikirlərinə görə onları həbs eləmişdilər. Amnistiya sırf siyasi mənada işlədir və onlara amnistiya verilib, onları azadlığa boşlayıblar. Və Qafqaz canişinliyi, Qafqaz canişinliyi yəqin ki, yadınızdadır da uşaqlar. Qafqaz canişinliyi 1883-cü ilə qədər bir fəaliyyət göstərmişdi. 1905-ci ildən 17-yə qədər də bir müddət fəaliyyət göstərib. Həmən Qafqaz canişinliyi və çünki Qafqaz canişinliyi Çarlıqdan qalma bir qrup idi da, niyə saxlasınlar ki? Və bir də bütün Qafqaz idarə etməsi. Qafqazda bir dənə Bakı yox da, Qafqazda Gürcüsü var, Qafqazın ermənisi var. Bütün Qafqazı idarə etmək üçün, daha doğrusu Cənubi Qafqazı idarə etmək üçün Cənubi Qafqaz Komitəsi yaradılır. Deməli, həm Cənubi Qafqaz Komitəsi, həm də İTİQ
hansı hökumətə aiddir? Müvəqqəti hökumətə. Və yadınızda qalsın uşaqlar, müvəqqəti hökumət bu qısa müddətdə fəaliyyət göstərir. Məsələn, 2024-ün, yox, 25-in qəbulunda burada sual düşmüşdür. Və deyir ki, onun tərkibində də cəmi bir dənə Azərbaycanlı var idi, Məmməd Yusuf Cəfərov. Bu Məmməd Yusuf Cəfərov həm 4-cü Dumada deputat seçilmiş. Yadınızda da Dumaları keçən demiş ki, 4-cü Dumada yalnız bir nəfər Azərbaycanlı deputat var idi, Məmməd Yusuf Cəfərov. Həmçində onun Xüsusi Cənub Qafqaz Komitəsi yaradanda Məmməd Yusuf Cəfərovu seçmişdilər. Yeni deyirəm, İTİB nə üçün yaradılıb? Bakını idarə etmək üçün. Deməli, Xüsusi Cənub Qafqaz Komitəsi nə üçün yaradılıb? Cənub Qafqazı idarə etmək üçün. İndi, baxın buradan yerə cədvəldə verib. İctimai Təşkilatlar İcarə Komitəsi Bakını idarə etmək üçün yaradılıb. Xüsusi Cənub Qafqaz Komitəsi də Tiflisdə fəaliyyət göstərdi və Cənub Qafqazı idarə edirdi. İctimai Təşkilatlar İcarə Komitəsi İTİB, deməli, şəhər əhalisinin əksəriyyətinin Azərbaycanlılardan ibarət olmasına baxmayaraq, tərkibində çoxlu az sayda Azərbaycanlı var idi. İcarə Komitəsi Azərbaycanlı əhalilərdən Hazinskidən və Sozadəni daxil etmişlər. Yəni, İcarə Komitəsi, Xüsusi Cənub Qafqaz Komitəsində bir Məmməd Yusuf Cəfərov idi. Bax, 2025-in sualıdır bu. Amma İTİBdə isə Hazinskidən Məmməd Rəsulzadə, orada da qərar verilmiş ki, sənaye rayonlarında 8 saatlıq iş gününə keçilsin, fəhlə və sahibkarlar arasında barışıq komissiyanı imzalasın. Yəni, onlar bir fikrə gəlsinlər, fəhlələr və sahibkarlar. Sonra, İndi deyəcəksiniz ki, ay müəllim, axı bayaq siz dediniz ki, fevral inqilabından sonra mart ayının 4-də müvəqqəti hökumət yaradıldı, mart ayının 6-da Fəhlə Deputatlar Soveti yaradıldı. Bəs bu Fəhlə Deputatlar Soveti heç nə eləmədi, getdi, durdu kənarda. Aha, indi gəldi o məsələ. Bəli, Fəhlə Deputatlar Soveti də boş qalmır. Axı onlar da müvəqqəti hökumət kimi hakimiyyətə gəlmək istəyir. Fəhlə Deputatlar Soveti də fevral inqilabından sonra 1917-nin martında, yəni martın 6-da hakimiyyətə gəldilər. Rəhbəri Erməni Stepan Şamyan idi. Bu da milli mənafeyimizə ziddir. Bu da biz istəmir. Sadəcə deyir ki, yeni hökumət quranda Azərbaycanı əldən verməyək, əlimizdə saxlayaq. Tərkibi ruslardan, gürcülərdən, ermənilərdən, bolşeviklərdən yığılmışdı. Və deməli, 19-cu əsrin 2-ci yarısında neft sənayesinin inkişafı nəticəsində bura köçmüş qeyri-Azərbaycanlar var. Birisi ki, Bakı neft şəhər olduğuna görə bura çoxlu fəhlə lazım idi. Və digər ölkələrdən bura çoxlu fəhlələr gəlmişdi Bakı. Həmin onlar hamısı qeyri-fəhlə Deputatlar Sovetinin tərkibində yığışmışdılar. Və burada deməli, Azərbaycanlıların ictimai siyasi təşkilatı və partiyaların proseslərini təcrid etməyə çalışırlar. Bizdə axı partiyalar fəaliyyət göstərirdi, Müsavat və digər partiyalar. Onların hamısını artıq kənarlaşdırmağa çalışırlar ki, bütün Azərbaycanda hakimiyyəti ələ keçirsinlər və buranı, deməli, gələcəkdə özlərini yeni, Rusiyada yeni dövlət yarananda bununla bu əraziləri öz müstəmləkələrinə yenidən çevirsinlər. Aha, indi bir məsələ gəldik. Burada bir xırda bir təkara gedəcəm. Biz yadınızdanmı dedik ki, 19-cu əsrin 2-ci yarısında Azərbaycanda artıq neft sənayesinin, digər sənaye şəhərlərinin, milli kapitalistlərin formalaşması, siyasi düşüncənin formalaşması nəticəsində milli hərəkat başladı və milli hərəkatı 3 hissəyə bölündük. 1875-1904-cü illər onun birinci hissəsi, 1904-dən 1917-ci ilə qədər hərəkatın ikinci hissəsi, 1917-18-ci illərdə isə hərəkatın üçüncü mərhələsini görmüşdük. Deyirdik, birinci mərhələdə sadəcə insanları milli və siyasi mənada düşündürməyə, inkişaf etdirməyə çalışdırırdılar. 1904 orada heç bir muxtariyyət və muxtariyyət və müstəqillik tələbləri olmayıb birinci mərhələdə. Sadəcə olaraq insanları hələ oyatmağa çalışırdılar, milli kimliyini dərk etdirməyə çalışırdılar. Sonra 1904-1917 ikinci mərhələdə artıq bu mərhələdə oyanıblar. 1905 Rusiyada başlayan inqilab onlara təsir edib və burada artıq bizim muxtariyyət, yəni daxili idarə etmə tələbimiz var bu mərhələdə. Üçüncü mərhələ isə 1917-18-də, aha, burada tam ayılmışıq, başa düşmüşük ki, biz müstəqil olmalıyıq və üçüncü mərhələdə biz müstəqillik tələbləri iləri sürürük. Bunu başa düşdük. İndi baxın, 1917-də üçüncü mərhələdə, elə uşaqlar. Və burada və biz artıq kənar təsirləri görürük, İTİQ-in Bakıya təsiri görürük, Bakı Fəhlə Deputatlar Sovetinin Bakıya təsiri görürük və partiyalar artıq aktiv fəaliyyətə keçirlər. Və bu partiyalardan biri də 1917-ci ilin sonlarında Türk Ədəmi Mərkəziyyət Partiyasıdır. Nəsib bəy Yusufbəyli yaradıb və Yelizavet Polda, yəni Gəncədə yaradıb bu partiyanı. Bir də dedik, 1917-də hansı partiya yarandı uşaqlar? Gəncədə Nəsib bəy Yusufbəylinin Türk Ədəmi Mərkəziyyət. Gəncə deməyib ki, Yelizavet Polda, çünki o dövrdə sənədlərdə Gəncənin adı elə yazılırdı. Və Qeyrət Partiyasının proqramından çıxış edirdi. Qeyrət Partiyasının əsas proqramında nə yazırdı? Xalqımızın erməni soyqırımına qarşı mübarizə aparmasından, sonra xalqımızın muxtariyyət tələblərini irəli sürürdü və ilk dəfə yaşasın Azərbaycan muxtariyyəti terminini
deməli, Azərbaycan sözünü uşaqlar siyasi mənada işlədi bu partiya. Sizdən soruşlar ki, hansı partiya Azərbaycan məhvunu, Azərbaycan sözünü siyasi arenaya gətirir? Heç kim Azərbaycan sözünü siyasi arenaya gətirmirdi. Bizə Çar Rusiyasının dövründə əsasən Tatarlar və ya da müsəlmanlar başqa adlarda ithab olunurdu. Adımız deyilmirdi. Amma ilk dəfə bu partiya Azərbaycan məhvumunu ortaya gətirdi və müsəlman xalqların dini zəmində birliyinin yaradılmasını tələb etdi. Yəni, bax, həm Qeyrət Partiyasının proqramını götürüb özünə cəlb edib, həm müsəlmanlıq partiyası nə deyildi? Bütün müsəlmanlar birləşməlidir. Onların ideyalarını götürüb, yəni bütün partiyalar ideyalarını çıxış edərək Azərbaycançılıq uğrunda mübarizə aparır bu partiya və sonradan da o dövrdə Azərbaycanda Müsavat Partiyasından fəaliyyət göstərir. 1911-dən etibarən Müsavat da aktiv partiya deməli fəaliyyət göstərir. Və Müsavat Partiyasından da 1917-ci ildə birləşərək bunlar daha böyük işlər görməyə başladılar. Və 1917-ci ildə Müsavat Partiyasının birinci qurultayı keçirildi. Həmən qurultayda artıq deyirlər ki, Rusiya bəli federativ olsun. Rusiyada Azərbaycanda digər xalqlara muxtariyyət verilsin, ana dilində danışmaq icazə verilsin, fəhlələrə 8 saatlıq iş verilsin, torpaqsız kəndlərə torpaq verilsin. Bax, bu 4 dənə müddəyə 1917-ci ildə Müsavatın keçirdiyi qurultayda həyata tələb olunmuşdur. Qafqaz müsəlmanları, Rusiyada yaşayan müsəlmanlar 17-ci ildə qurultaylar keçdilər, yenə də ərazi muxtariyyətləri tələbləri verildi, bunu da artıq öyrəndik biz və gəldik. Deməli, 1917 Rusiyada 2 inqilab baş verir uşaqlar. Bunu mütləq yadda saxlayın. Var fevral inqilabı, var oktyabr inqilabı. Fevral inqilabı Rusiyada mütləqiyyəti devirdi. Nikolay imtina etdi, hakimiyyətdən getdi. Fevral inqilabından oktyabr inqilabına qədər Rusiyada 2 hakimiyyətlikdir. Müvəqqəti hökumət və digər tərəfdə də Fəhlə Deputatlar Soveti. İndi oktyabr inqilabı neydir? Oktyabr inqilabı müvəqqəti hökuməti devirir, onun hakimiyyətinə son qoyur. Fəhlə Deputatlar Sovetini hakimiyyətə gətirir. Deməli, fevral inqilabında mütləqiyyətə son qoyulub, oktyabr inqilabında da Fəhlə Deputatlar Soveti hakimiyyətə gəlir. Və sizdən soruşaq ki, Fəhlə Deputatları nə etdi ki, əhalinin sevgisini qazandı və hakimiyyətə gəldi? O zaman 1917-ci ildir. Birinci Dünya Müharibəsi gedir. Hamımız bilirik, 14-18 Birinci Dünya Müharibəsi illəridir. Və Birinci Dünya Müharibəsi gedirdi, Rusiyada orada bilirsiniz ki, fəal iştirak edir, çox böyük itkilər verib müharibədə, xalq müharibəni istəmir və Fəhlə Deputatlar Soveti burada xalqın istəyini bilir və xalqa deyir ki, bizi seçsəniz, bizi hakimiyyətə gətirsəniz, müharibəni dayandıracaq, müharibədən çıxacaq, bu qərarı verir. Və buna görə xalq keçir Fəhlə Deputatlar Sovetinin tərkibinə və onları deməli bu tələbləri yerinə yetirərək müharibə deməli hakimiyyətə gəlirlər və bəli müharibəyə gəldikdən sonra da 1918-ci martın 3-də Brest-Litovsk müqaviləsi ilə Rusiya müharibədən çıxacaq. Beləliklə bolşevikləri Bakıda möhkəmləyir. Bolşeviklər kimdir? Fəhlə Deputatlar Sovetinin üzvləridir, bu partiyanın üzvləridir. Onlar artıq hakimiyyətə gəliblər. İndi də Bakıda hakimiyyəti ələ keçirmək istəyirlər. Bunun üçün də deməli, öz işlərini o Şamiyanın başçılığı ilə həyata keçirməyə çalışır. Artıq İTİK ləğv olunur, Cənubi Qafqaz Komitəsi ləğv olunur. Çünki hər ikisi müvəqqəti hökumətin deyildi. Da müvəqqəti hökumət hakimiyyətdən gedib onlar necə qala bilər bu Bakıda? Və beləliklə, bundan sonra bircə dənə Bakıda Bakı şəhər duması qalır. O da bir də Müsəlman Milli Şurası vardı. O qalır Fətəli Xoyskinin başçılığı ilə və bunlar düşünürlər ki, Bakıda əgər bunlara mane ola biləcək bir dənə partiya var, o da Müsavat Partiyasıdır. Fəhlə Deputatlar Soveti düşünür ki, Müsavat Partiyasının bütün üzvlərini öldürsələr, onların gözlərini qorxustalar, bunların Bakıda qarşısında heç kim çıxmayacaq, bununla da Bakı yenidən Çar Rusiyasının əlinə keçəcək. İndi uşaqlar, siz mənim bu dediyimi diqqətdən qulaq asasınız bir dəfə ehtiyacsınız. Bir dəfə başa düşməzsə 2 dəfə qulaq asın, eybi yoxdur. Bir dəfə də kitabdan oxuyun. Sabah dərsdə də eyni ilə o qaydada təkrar eləyəcəyik biz bir yerdə. Və bu dərs inanın ki, ilin sonuna qədər hətta bitirəndə belə ömür boyu sizin yadınızdan çıxmayacaq ki, hamımıza da vacibdir. Artıq biz AXC-ni qurmağa gəlirik.